salam. Axşamınız xeyir. Necəsiz, neyinirsiniz? Biz hardayıq belə dənizin kənarında. Bu bir kayfdır. Yay tutarıq. Yayın sonudur. Bu ləzzəti görmək lazımdır. Baxın. Bakın. Buna bakın. Bilirsiniz ne kadar adam çimir. Bir güzeldi ki. Kim hardadır, kim ne işle meşguldür. Yayın son ayıdır. Ayın üçüdür. 3 olmalı deyəsən. Axşamınız xeyir, axşamınız xeyir. Assalamu aleyküm xanım. Salam aleyküm. 5'i de artıq. Biz hamımız Xəzərin sahilində burada istirahət edirik. Baxın. Görün nə işıqlı. Bir gözəllik. Buyurun çığırın bir dənə baxın. Görürsünüz. Cemaat bilirsiniz ne kadar çimir. Bakın adamlar görürsünüz. Dolu adam çimir. Bakın. Işıqlı her taraf. Saat neçədir? 21, 23. Bu bir güzellikti. Bu bir güzellik ya. Güzellik. Salam salam. Salam hamını salamlayıram. Salam salam Xəzərin sahilində, Bilgətdən. Bu güzellikten. Burada adam əsəb qalar. Hiç var. Yeri gelmişken benim ortak yoldaşım da sakitleşip hiç ne demedim. Hiçbir reaksiya vermedim. Tam başına bıraktım. Baxmayaraq ki, mənə çox dedilər ki, gedin şikayət eləyin, gedin müraciət eləyin. Ümumiyyətlə müraciəti mən zəiflik kimi bilirəm. Ben elə bilirəm ki, güclü insan heç vaxt şikayət eləməməlidir. Ya öhdəsindən özü gəlməlidir. Ya da ki buna baxın. Yəqin gördü ki, mən heç bir şey cavab vermirəm, heç nə demirəm, heç nə eləmirəm. Özü utandı, sakitləşdi. Axşamınız xeyir, axşamınız xeyir. Canlı yayım axşam-axşam Xəzərin sahilində, Bilgədə, belə gözəl istirahət zonasında. İnsanlar bilirsiniz nə qədər cimirlər. Gəlin sizə çəkin. Qaranlıqda görsənmirim. Bir də hemen görsənirəm. O da elə yanmışam ki, qıpqırmızıyam. Salam salam, akşamınız xeyir olsun, gününüz aydın olsun, işləriniz avand olsun, kim hardadır, kim nə işlə məşğuldur. Biz Xəzərin sahilindəyik, avqustun 3-üdür, yayın son ayıdır, yay sevənlərə hamıya salam deyirəm, hamınızı salamlayıram, yayın son abu havasını alın. Adamlar görürsünüz ha. Çiminler. Çok geçen, çok geçen. Görün bak. Hamısı çiminler. Karanlıkta denize girmeye korkmuşsunuz ki. Düzün diyeyim, bende biraz fobiya var. Ben korkuram. Ben karanlıkta elə biləm ki, denizin içində nəsə var. Düzdür, Xəzərdə nə olasıdır? Akıl olası deyil, balin olması deyil. Ama adama biraz vahimə gəlir. Niye bilmirəm. Hə, qısası, otel yoldaşımı vəsbitasiləmişəm, yoluna qoymuşam, başına buraxmışam. Özü qışqırdı, qışqırdı, qışqırdı.
Bayaq burada sahildə bir xanımla söhbət elədim. Amaliya xanım. Bəlkə mənə təsadüfən baxar. Buradan onu salamlayıram. Pis fəsil olmur. Pis əhval olur. Oh, çox gözəl. Kimdeydi bunu? Zamanov. Hə, düz deyirsiniz, fikrinizdən tam razıyam. Bayaq burada bir xanımla söhbətləşdim. Təsadüfən. Belə çox belə madmazel xanım idi. Şlyapası belə qəşəng. Çox arıq, zərif, gözəl xanım idi. Mənim diqqətimi necə çəkdi? O uzanmışdı lejankada. 2 dənə kişi, bir oğlan, 3 nəfər idilər. Onlar başladılar onun yanında futbol oynamağa. Və əllərində simiçka tutuyurlar. Simiçkanı kuyoka yığırlar. Mən interesli durdum fikirləşdim. Dedim ki, bax, məntiqlə götürəndə əgər simiçkanı kuyoka yığırsa, deməli bu adam mədəni insandır, solidlidir. Yəni, vəsbitaniyası var, intelligentli adam. Yox, o uzanan xanımın yanında elə top qıpıldatmaq biraz düz gəlmir. Osa əslində vəsbitaniya olmamağı göstərir. Belə baxdım, mənə ziddiyyət gəldi. Fikirləşdim ki, görəsən bu kişi, oğlan və kişi tərbiyəli insandır. Görək gedəndə o kloka yığdığı simiçkanı, zibilini özün aparadı atacaq, yoxsa elə atacaq burada dənizin sahilində çikləndirər. Sakit durub fikir verirdim. Gördüm, yox, götürdü, apardı. Bu xanım onun futbol oynamağına biraz belə interesli baxdı. Döndü, belə baxdı. O saat başa düşüldü ki, bu xanım biraz söz deməyi bacaran insandır. Danışmasa da baxışları ilə söz deməyi bacaran bir insandır. Və diqqətimi cəlb elədi. Sonra necə oldusa uzanmışdı, yerindən durdu və birdən qayıtdı ki, yoruldum uzanmaqdan, məndən nəsə söhbət alındı. Deməli, maraqlı nədir? Xanım, Amaliya xanım Moskva şəhərində anadan olub, Moskva şəhərində böyüyüb və artıq 8 aydır müqavilə ilə gəlib Azərbaycana işləməyə. Bakıya işləməyə gəlib. İndi də burada Bakıda yaşayır və o cürdə gəlir dənizin kənarına istirahət eləməyə ailə üzvləri ilə bir yerdə. Mən bilirsiniz də bir balaca hər şeyi sual verməyi xoşlayan adamam. Mən dedim ki, Amaliya xanım, indi mən deyin görüm, siz indi Moskvada anadan olmuşsunuz, böyümüsünüz. Yəni biz necəyik? Kənardan necə görsənirik? Dedi ki, xanım, birincisi bütün insanlar mütləq hamını müzakirə eləyirlər. Özlərindən başqa. Özlərindən başqa hamını müzakirə eləyirlər. Bu, başqa millətlərin çoxunda yoxdur. Mən yaşadığım ölkədə də elə şey yoxdur. Bax, onu biraz seçilir o xüsusiyyət bizim millətin. İkinci, bir balaca mədəniyyət məsələsi. Ona görə oturmuşdum. Sonra gətirib qoyacam yerinə. Yaxşıcan? Yox, gətirib qoyacam. Burada stul qoymuşam oturmağa. Deyir ki, onlar stulu aparım. Deyirəm ki, yox da, mən indi oturacam. Ona görə 5 dəqiqə dedim, danışım, oturacam. Nəyi demək istəyirdim? Deyir ki, ikinci bir balaca, necə deyim, səsli küylüyük, sakitliyə riayət etmirik, biraz o xüsusiyyətimiz var. Sonra evlatlar üzərində az işləyirik, onların tərbiyəsində, savadında biraz daha səhlənkarıq.
Başqa millətlər, mənim yaşadığım millət öz övladına öyrədir ki, düz olmaq lazımdır, ağıllı olmaq lazımdır, yalan danışmaq lazım deyil, heç kəsə nömrə gəlmək olmaz. Amma bizim millətdəsə, əksinə valideynlər uşaq vaxtdan uşağı öyrədirlər ki, bacar yalan danış, bacar aldat, bacar başına aldat, bax belə deyir, bax bu xüsusiyyətlər kənardan deyir, çox eybəcər görsənir əslində. Mənim maraqlı gəlir. Deyirəm ki, yaxşı, indi siz bura gəlmişsiniz, burada yaşayacaqsınız. Deyir, yox, mən işim 1 illik kontraktım var. İndi 8 ayını işləmişəm, 3 ayım qalıb, yoxsa 4 ayım. Kontraktım qutardı, çıxıb qayıdacağım. Mən burada yaşaya bilmərəm. Mən başa düşürəm ki, biraz mənə çox çətin olacaq. Yaşaya bilmirəm. Ki, onları danışdırmaq, ümumiyyətlə elə söhbətləri eləmək mənə həmişə maraqlı gəlir. Dedim, o xanıma, Amaliya xanıma da dedim, dedim bir otaq yoldaşım rast gəldim, mənim üstümə salamsız, kəlamsız necə yüksək tonla qışqırdısa ilk ünsiyyətdə mən şoka düşdüm ki, yəni birinci mən ondan yaşım böyükdür. İkinci bizdə bir həkim var, deyir ki, əvvəl danışan bilsə ki, sonra danışan nə deyəcək, heç ağzını açıb danışmaz. Sən nə bilirsən mən kiməm və niyə sənə elə gəlir ki, əgər biz bir yerdə istirahət eləyiriksə, biz eyniyik. Xeyr, elə deyil. Ola bilər ki, biz tamam başqa-başqa mühitin insanlarıyıq. Sadəcə olaraq ikimiz də istirahət eləmək istəyirik və yaxud müalicə almaq istəyirik. Danışdım o söhbəti, Amaliya xanım deyir ki, çox maraqlıdır. Deyirəm, çox adamlar, burada çox padrişkalarım mənə məsləhət verdilər ki, gedin müraciət eləyin, gedin deyin sizin otağınızı dəyişsinlər. Amma mən onu eləmədim. Səbəbini də izah eləyirəm. Birinci, ona görə ki, şikayət mənlik deyil. Mən şikayət sevmirəm. Şikayət mənim fikrimə görə acizlik əlamətidir. İnsan hər bir qarşısına çıxan problemi, qarşısına çıxan hadisənin öhdəsindən özü gəlməlidir. Yardıma əlin atmamalıdır, mənim düşüncəmdir. O özü öhdəsindən gəlmək o deyil ki, qol gücünə, qışqırıq gücünə, dava gücünə və yaxud kiməsə şikayət etmək elə deyil. Mən bilmirəm, bəlkə həkimliyimdən elə gəlir. Mən hər bir insanı öz dilində çöktürməyi bacarıram. Müəllimlərim çox yaxşı olur. Bəlkə də Respublikada ikinci, üçüncü adam olardı hiləgərlikdə mənim həyatımda qarşıma çıxan insanlar. Yəni onlardan da bəzi şeylər öyrəndim. Biraz da özümdə düşüncə tərzi var idi. Ona görə mən heç vaxt şikayət eləməyəcəm, etmərəm də və o fikirdəyəm də ki, insan şikayət etməyi onun acizliyidir. Bu mənim düşüncəmdir. Və eləcə də susturmaq olur insanı. Cavab verməməklə, kobudluq etməməkdən, biraz utandırmaq yolu, biraz necə deyim, onu danışmağa məcbur etməmək, o insan, Amaliya xanım da həmin sözü dedi, o insanın içində bir emosiya qapanlığı olub və o istəyib ki, siz nəsə cavab verəsiniz, o öz içindəkini, emosiyalarını boşaltsın. Sadəcə olaraq siz cavab verməmisiniz deyə, onun içində qalıb. Siz elə bil ki, ona şərait yaratmamışsınız ki, o negativini sizə boşaltsın. Siz o oyundan çıxmışsınız. Dedim, ay sağ ol Amaliya xanım, siz məni başa düşdünüz. Amma burada yeri gəlmişkən, burada bir jurnalist xanımla da əl-eli
İradə Əlili, belə jurnalist bir xanım var. Belə Wikipediyada da adı var. Yazıcıdır eyni zamanda, maraqlı bir insandır. Yeri gəlmişkən o İradə xanım da dedi ki, müraciət edin. Amma dedim yox, sırrı mən biraz başqa bir insanam. Bəlkə də səhvəm, amma mən elə başa düşürəm ki, elə metodika var ki, elə yollar var ki, insanı susturmaq. Onlar qol gücündən də, söz gücündən də daha güclüdür. Razısınız yoxsa yox mənim fikrimdən və mən elə başa düşürəm ki, mən o yolla onu sustura bilmişəm. Və o insanın mən ömür boyu yadından çıxmayacağım və eyni zamanda da onun içində ömür boyu bir pəncərə qalacaq bu hadisə barədə. Bəlkə də onun özündə bir dəyişiklik edəcək əslində. Düzdür, mən bura gələndə demişəm, düzdür, mən deyirdim ki, mən bura heç kəsi müalicə eləməyə gəlməmişəm. Mən gəlmişəm burada istirahət eləməyə, özüm müalicə olunmağa. Amma görsənir ki, mən kimisə müalicə edirəm. Özümdən asılı olmayaraq. Yəqin ki, bu mənim sənətimdən irəli gəlir. Bilmirəm, mənim fikrimdən razısınız yoxsa yox. Bilirəm, bir balaca narahat olanlar var idi bu mövzuda. Ona görə açıq bir canlı yayım elədim. Bu haqda danışdım ki, məndən narahat olanlar arxayın olsunlar. Sağam, döyülməmişəm. Və eyni zamanda da deməzdim məğlub olmuşam. Hər şey nəticə ilə bilinir və amma həyatda mən elə belə şeylər gördükcə mən də bərkiyirəm. Mən də başa düşürəm ki, yəni həqiqətən sən durduğun yerdə, sakit olduğun yerdə kimsə heç bir əsassız sənin üstünə səs qaldıra bilər. Deyir, burada maraqlı da bir mövzu dedi ya. Dedi, burada qızıl üzüyü var idi, siz götürmüsünüz. Mən də ona da cavab vermədim, siz inanırsınız. Mən ona belə baxdım, mən başa düşdüm ki, bu konkret bu insan məni konfliktə yürüdür ki, mən ona cavab verim. Çünki elə bir toçqaya dəyir şər söhbətindən hər bir insan deyir, hansı üzüyü mən görmə, heç nə demədim. Mən sakit. O nə dedi, belə baxdım, dedim ki, polisə müraciət edim. Bir dənə sözü dedim. Yəni, əgər oğurluq olubsa, müraciət edim polisə. Bəlkə yalan deyirəm, düz deyirəm də. Sən mənə deməkdənsə, get polisə müraciət elə, polis tapsın sənin üzüyün, kim götürür, neyiniyib. Yoxsa mən sənin üçün durub and içən deyiləm ki, atam canı mən götürməmişəm, anam canı mən götürməmişəm. 100 dənə yer var. Bax, indi orada mənim ayaqqabılarım var, stulum var. Yemini gedib onun üstündən keçdilər. Bax, biz buyuq. Biz buyuq, həqiqətən. İçində qadını da var, kişisi də var. Nə bilim, biraz həqiqətən də mədəniyyətdə çatmamazlığımız var, həqiqətən. Axşamınız xeyir olsun, əhvalınız xoş olsun. Dənizdən və yaydan son anlarından istifadə edin. Bunlar sonra olmayacaq, məndən də bir də olmayacaq. Başqası olacaq, amma Nərgizdən ikincisi olmayacaq. Öpürəm hamınızı, özünüzdən müğayət olun. Canlı yayın.